Dostlar, deməli Park Bulvardan çıxdım indi. Hə, indi nə deyəcəkdim sizə? Çox qəribə şeylərlə rastlaşıram. Deməli, bilmirəm nə dərəcədə bunu belə ümumi bağlamaq düzgün olacaq. Nəyləsə. Qabağıma daha çox fransız tipli şeylər çıxır. Nə bilim, kafelər çıxır, coffee shoplar çıxır. Alman sayağı da nəsə çıxır arada. Amma daha çox fransız görmüşəm. Sonra qabağıma model tipli yerlər düşür, moda filan belə. Gəzirəm də özüm üçün. Gəzirəm ora bura. Başqa qabağıma nə düşür? Musiqi. Musiqiyə aid çox şey düşür. Ya qabağıma musiqiçilər çıxır, ya musiqi kolleci, akademiyası, nə bilim nə. Çox qəribədir həqiqətən də.